Uşaqlığımız boyu baxdığımız bəzi Azərbaycan filmlərində baş rolları oynayan aktyorların əslində Azərbaycanlı olmadığını bilirdinizmi? Bəli, illərlə özümüzdən biri hesab etdiyimiz bəzi məşhur obrazları əcnəbi aktyorlar canlandırıb və onların gerçək həyatı filmdən daha maraqlı olub. 1958-ci ildə çəkilən Uzaq Sahillərdə filmi Azərbaycan kinosunun əfsanəvi ekran əsərlərindən biri oldu. Film, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı apardığı mübarizədən bəhs edirdi. Minlərlə insan bu filmi izləyərək böyüdü. Bakıda anadan olub? Fransız, Alman, İtalyan dillərini yaxşı bilir. Qəribədir. Filmdə yadda qalan obrazlardan biri də Karrantidir. Alman faşistlərinə xidmət edən Karranti, partizanların arasına sızaraq Mikhailov adı ilə tanınan Azərbaycanlı kəşfiyyatçı Mehdi Hüseynzadəni öldürmək məqsədi güdürdü. O, bir dəfə məqsədinə yaxınlaşaraq Mikhailovunu bıçaqlasa da, Mehdi bu yaradan xilas ola bilir. Maraqlıdır ki, illərlə tamaşaçıların nifrətlə xatırladığı Karranti obrazını canlandıran aktyor əslində Rusiyalı Lev Bardukov idi. Uzaq Sahillərdə filmi çəkilərkən bu rol üçün xüsusi olaraq dəvət olunan Lev Bardukov obrazı o qədər peşəkar canlandırmışdı ki, Karranti Azərbaycan kino tarixinin ən yadda qalan mənfi qəhrəmanlarından birinə çevrilmişdi. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən Günəş Qərbdə çıxır filminə çəkilib. Lev Bardukov 1941-ci ildə 2-ci Dünya müharibəsinə çağırılır. 1943-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir. Qısa müddətdə o, həbs olunur və antisovet təbliğatı ilə məşğul olduğu üçün Sibirə, Norilsk İslah Əmək Düşərgəsinə sürgün edilir. Azadlığa çıxandan sonra 3 il Çelyabinsk Dram Teatrının, Tambov Dram Teatrının aktyoru olur. Tamamilə doğrudur. 1956-cı ildə Lev Bardukov Böyük Vətən müharibəsinin naməlum qəhrəmanları və faşizmə qarşı döyüşən beynəlmiləl partizanların mübarizəsindən bəhs edən İtkin Düşmüş filmində Fransız partizan obrazını canlandırır. Məhz bu film onun həyatında dönüş nöqtəsinə çevrilir. Lev Bardukovun ekrandakı xarizması, sərt baxışları və müharibə səhnələrindəki inandırıcı oyunu tamaşaçıları dərindən təsirləndirirdi. Aktyorun yaratdığı partizan obrazı o qədər real alınmışdı ki, insanlar onun oynadığını deyil, sanki həmin hadisələri yenidən yaşadığını düşünürdülər. Film qısa müddətdə böyük uğur qazanaraq Sovet kino prokatının ən çox izlənilən ekran əsərlərindən birinə çevrilir. İtkin Düşmüş filmini 35 milyondan çox tamaşaçı izləyir və Lev Bardukov bir anda milyonların tanıdığı məşhur aktyora çevrilir. Sən günü-gündən qəşəngləşirsən. Bu filmdən sonra Tofiq Tağızadə aktyoru Uzaq Sahillərdə filmində Karranti roluna dəvət edir. Paralel olaraq aktyor Kiyev filmində də rol alır. Çəkilişlər zamanı aktyor tez-tez içki içir, bununla da sanki o, həbsdə olduğu müddətdə gördüklərinin və yaşadıklarının ağrısını boğmağa çalışır. Bir gün isə aktyor xəstəliyini bəhanə edərək çəkilişə gəlmir. Həmin illərdə çəkilişlər ciddi plan üzrə aparılırdı. Filmdə Mikhailov xəyanətinə görə Karranti ilə görüşəndə çox vacib bir epizod çəkilməli idi. Tofiq Tağızadə belə bir ekstremal vəziyyətdə təcili olaraq ikinci rejissor Rüfət Şabanova makyaj edərək onu arxadan və profildən çəkir. Alkoqola alüdəliyi aktyoru bir neçə dəfə həbsə doğru aparır. Bu yenə də Uzaq Sahillərdə filminin çəkilişi zamanı baş verir. Belə ki, filmin çəkilişləri vaxtı aktyorlara gündəlik xərclik üçün pul verilmir. Bardukov isə zarafat etmək qərarına gəlir. O, poçt işçisini aldadaraq filmin rejissoru Teymur Hüseynova bu məzmunda telegram göndərir. Əgər aktyorlara pul verməsən, Qara Pişik bandası məsələyə qarışacaq. Müharibədən sonraki illərdə Qara Pişik dəstəsi basqınları ilə xalq arasında əfsanəyə çevrilmişdi. 1953-cü ildə bu bandanın bir çox üzvləri həbs olunur, bəziləri isə yoxa çıxır.
Bu teleqramdan sonra Teymur Hüseynov polisə gedir. Poçt işçisi saxlanılır. O nə qədər andaman etsə ki, bu xahişi ondan filan aktyor edib, ona inanmırlar. Nə qurdalanırsan? Şahid olmasa ya. Onun növbəti macərası isə Soçidə yerləşən KGB idarəsi ilə olur. Şəhər gəzintisi zamanı idarənin girişinə yaxınlaşaraq cibindən filmdə istifadə etdiyi əks kəşfiyyat xidmətinin rəhbəri Wilhelm Canaris'in fotosunu çıxarıb göstərərək deyir: "Bu gecə bir türk gəmisi sahilə çıxıb bizi buradan aparacaq." Onu saxlayıb sorğu-sual etməyə başlayanda o deyir: "Mən Amerika kəşfiyyatçısıyam." Təbii ki, onu həbs edirlər və dərhal Moskvaya çağırırlar. Amerika kəşfiyyatçısı tutulub. Əmr səslənir: "Səhər təyyarə ilə Moskvaya çatdırın." Səhəri gün ayıldıqdan sonra Bardukov and içməyə başlayır ki, o sadəcə aktyordur və filmdə rol alır. Yaradıcı qrupun qaldığı mehmanxanaya zəng edib bunun doğru olduğunu öyrənsələr də Lev Bardukovu buraxmırlar. Nəticədə onlar Bardukovu xırda xuliqanlığa görə cəzalandırmaq qərarına gəlirlər və ona 15 sutka cəza verirlər. Qaydalara görə o, keçəl edilərək əmək islah düşərgəsinə göndərilməli idi. Ancaq filmin rejissoru aktyorun saçının kəsilməsinin çəkiliş üçün ciddi maneə yaradacağını bildirir. Nəticədə Bardukov hər gün istintaq orqanlarının əməkdaşları tərəfindən çəkiliş meydançasına gətirilir, çəkiliş bitəndən sonra isə geri qaytarılır. Sahili muhasirəyə alın, şəhərdə partizanlar var. Aktyor Lev Bardukov Uzaq Sahillərdə filmindən başqa Azərbaycanda daha 2 filmdə rol alıb. O, 1966-cı ildə çəkilmiş İstintaq davam edirdə Xauk Martinov rolunu canlandırıb. 1967-ci ildə lentə alınan Poç qutusu filmində isə məhkəmə sədri rolunda oynayıb. Bu nə zarafatdır cənab Şuy. Siz ki Mixailonun meydini özünüz gördünüz. Bəzən bir aktyorun taleyi oynadığı filmlərdən daha təsirli olur. Lev Bardukovun həyatı da məhz belə idi. Ekranlarda düşmən kimi tanınan, amma gerçək həyatda öz daxili savaşını yaşayan unudulmuş bir insan. Əgər siz də izlədiyiniz filmlərdə rol alan aktyorların gerçək həyatı haqqında daha çox belə maraqlı faktlar öyrənmək istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çünki bilinməyən gerçəklər tarixdə gizlənən ən maraqlı hekayələrlə davam edir. Mən buralarda görünməyəcəyəm. Faşistləri görən gözüm yoxdur. Mən Alman deyiləm. Mən İtalyan deyiləm. Sən ancaq alçaqsan.